Dördüncü kitab. Yenə mən Təhzibul Əhkam kitabının müəllifi Şeyx Tusinin yazdığı kitabı. 4 dənə mənbədir, 3 dənə müəllif. Yaxşı. Üstən 4-cü müəllifi eynidir. Şeyx Tusi həm yazıb Təhzibul Əhkamı, həm yazıb İstibsar kitabını. Bu da 4-cü. Yəni müəllif kimdir? Şeyx Tusi, Şeyx Taifə. İstibsar yəni ki var bəhsiyyət tələb etməklik. Bəhsiyyət tələb etməklik mənasında. Bu da deməli deyik 11-12-ci əsrin alimlərindəndir. Bu kitabın nədir mövzusu? Əxlaqi rivayətlər. O burası əhkam idi. Təhzibul Əhkam. İstibsar isə əxlaqi mövzular barəsində İmam Azam hədisləridir. Bu kitabın dəyəri nədir bəs? Ki, mötəbər kitablardandır. Alimlər bundan istifadə edirlər. Fiqh baxımından, əxlaq baxımından və s. Yəni, o qədər mötəbər kitabdır ki, 16.000 hədis olan ən mötəbər kitabın cərgəsində olan bir, usul xalifin yanında olan bir, bu da kitabdır. Sonra burada yazma forması var, necə yazıb, alimlərinin, ustadlarının, cəmaatın tələbi ilə yazılıb və kitabda səhih və səhih olmayan rivayətləri qeyd olunub. Sonra da bunlar hamısını mən qeyd eləməyim. Yazılma üslubu Şeyx Tusi bu kitabı deyir, əvvəldən rivayətlər qeyd edib, səhih rivayətləri qeyd edib, sonra keçib müxalif rivayətlərə. Səhih rivayətlər bunun qarşısında olan zidd rivayətlər. Allah hamısını qeyd edib. Kitabın nə kimi xüsusiyyətləri var? Tutarıq inşallah. İstibsar kitabı öz növbəsində deyir, əvəzli kitabdır və ilk kitabdır, deməli, rivayətləri cəm edib bu əxlaqa baxımından. Bu kitab, baxma ki, müəyyən bir üstünlüyü var, ondan əlavə, bu kitabın müxtəlif üstünlüyü var. Məsələn, mərhum İbn Tavus deyir ki, hər məsələ barəsində rivayətlər buradır, müxalif rivayətləri. Yəni, sırf ancaq bir hədislər yox. Hədisdə yazıb, onun əksinə ki var, müxalif hədis, filan şey bu deyil, budur, o da orada qeyd edilir. Kitabın əvvəlcə başlayır, hansı etibarlı hədislərdir, onları qeyd edir, sonra başlayır zəif rivayətlərə. Kitabın tərtibi, deməli, hamısı fiqhi hədislər deyil, fiqhi hədislər var, amma əsas çox əxlaqi mövzulardır. Bura qeyd edilib. Sonra bu kitaba deyir, xüsusiyyətlər nələrdir? Bir dəstəsidir, ibadət mövzularıdır. 1-2 adi ibadi mövzulara, sonra başlayır fiqhi mövzular, məsələn, oxumuşuq biz uqud mövzuları, uquddir, iqaatdir, hududdir, diyələrdir. Ki, siz bunları bilirsiniz. Uqud nədir, iqa nədir, hudud nədir, hədlər, diyə nədir, qan bahası, iqa nədir, tək tərəfli razılaşmalar, əqid nədir, iki tərəfli razılaşmalar və s. Şeyx Tusi hədisləri bura yığıb, harasa 5511 hədis. Bir də var icazələr. Nədir bu? Deyir, məsələn üçün, icazə olmalıdır, xüsusi alimlərin ki, məsələn, bu alim istəyir hədis rivayət eləsin. Bu kitabda qeyd olunub kimlərin necə, nə cür rivayətləri, icazəsi var ki, onu hədisləri rivayət eləsin. Bu kitabda ona deyib, bir növ yol göstərib, orada qeyd edib hansı yollarına. Şeyx Tusi 40 il müddətində, 40 il, bu adam yaşayır, ömrün Qurancaqlıya, dini, İslamı, marifinə, kitabxanan düzəldir burada və 40 il gələcək nəsillər üçün, bizim üçün və gələcək nəsillər üçün kitab ortaya qoyur. Bu qədər. Mən daha hamısı oxumadım. Məsələn, bu haqda alimlərin fikri nədir, alimlər bu qəbul edirlər, tərifləyirlər, belədir, filandır, çoxsa hələ eyni mövzulardır. Dərsimiz bitdi. Bizim sonra dərsimiz olacaq, amma o mən deməyəcəm. Yəni, məsələn, kitab var İlal-i Şərai, kitab var Bəhər Anvar, kitab var Vəsail-i Şiyə. Yəni, bunlar haqqında İslam alimlərinin nəzəri necədir? Kitab var Müstəqil Vəsail. Məsələn, yəni, bizə ehtiyac olmayacaq bunları mən deyim. Düzdür, elm cəhətdən yaxşıdır. Məsələn, həddə kitab var, Bəhər Anvar. Bu doğru kitab deyil. Qısa konkret deyim, hamısının içərisində etibarı olmayan hədislər var.
Təbii ki, az da olsa, barmaq hesab olsa da var. Təbii ki, alimdir. Biz hamısı qəbul edirik, hamısı əzizimizdir. Allah hamısını xoşal eləsin. Yəni hamısı öz sahəsində əxlaqdan, əhkamdan, tarixdən, hədisdən, fəlsəfədən, təfsirdən olan mənbələr hamısı onların kitabında qeyd olunur. Allah hamısını xoşal eləsin. Allah onlar bizə qiyamət gününə şəfaət eləsin. Allah bizdə elmimizə əməl edən alimlərdən qərar versin. Amin. Allahümmə salli ala Muhammedin və ali Muhammed və accil faracahum.